42-ci fəsil. Kahinlərin otaqları. O adam məni şimala gedən yoldan bayır həyətə çıxardı. Məbədin açıq sahəsinə və bayır həyətin şimalındakı tikililərə baxan otaqlara apardı. Qapısı şimala baxan bu tikilinin uzunluğu 100, eni 50 qulac idi. İçəri həyətin 20 qulaclıq hissəsi ilə bayır həyətin daş yoluna baxan 3 mərtəbənin dəhlizləri qarşı-qarşıya idi. Otaqların qabağında eni 10 qulac, uzunluğu isə 100 qulac olan bir içəri dəhliz var idi. Qapıları şimala baxırdı. Tikilinin üst mərtəbədəki otaqları alt və orta mərtəbədəki otaqlardan daha dar idi. Çünki üst mərtəbədəki dəhlizlər daha çox yer tuturdu. Həyətlərdə sütunlar olduğu halda 3 mərtəbəli otaqların sütunları yox idi. Buna görə də üst mərtəbədəki otaqlar alt və orta mərtəbədəki otaqlardan daha dar idi. Otaqların qabağında otaqlarla və bayır həyətlə yanaşı bir bayır divar var idi. 50 qulac uzunluğundaydı. Çünki bayır həyətin yanındakı yanbayan otaqların uzunluğu 50 qulac idi. Məbədin əsas hissəsinə daha yaxın yanbayan otaqların uzunluğu isə 100 qulac idi. Bu otaqların aşağıda bayır həyətdən girmək üçün şərqə tərəf bir qapısı var idi. İçəri həyətin cənubu boyu açıq sahəyə və bayır həyətdəki tikililərə baxan başqa otaqlar var idi. Şimal tərəfdəki otaqlarda olduğu kimi, bu otaqların qabağında da bir keçid var idi. Otaqların uzunluğu və eni eyni idi. Çıxışları və ölçüləri şimal tərəfdə olan otaqlarınki kimi idi. Cənubdakı otaqların qapıları da şimaldakılar kimi idi. Keçidin başlanğıcında bir qapı var idi. Arxa divarlar boyunca şərqə uzanan bu keçid otaqlara açılırdı. Sonra o adam mənə dedi, məbədin açıq sahəsinə baxan şimaldakı və cənubdakı otaqlar müqəddəsdir. Rəbbin önündə xidmət edən kahinlər orada ən müqəddəs təqdimlərdən yeyəcək. Ən müqəddəs təqdimləri, taxıl təqdimlərini, günah qurbanlarını və təqsir qurbanlarını orada qoyacaqlar, çünki ora müqəddəsdir. Kahinlər müqəddəs yerə girəndə xidmət eləyərkən əyinlərindəki geyimləri orada qoymadan bayır həyətə çıxmasın, çünki bu geyimlər müqəddəsdir. Onlar xalqın olduğu yerlərə getməzdən qabaq başqa paltarlar geyməlidir. O adam məbədin sahəsini içəridən ölçüb qutarandan sonra məni şərq qapısından bayıra apardı və hər tərəfdən bu sahənin bayırını ölçdü. Şərq tərəfini qamışla ölçdü. Uzunluğu 500 qulac idi. Şimal tərəfini də qamışla ölçdü. Uzunluğu 500 qulac idi. Cənub tərəfini də qamışla ölçdü. Uzunluğu 500 qulac idi. Qərb tərəfinə dönüb onu qamışla ölçdü. Uzunluğu 500 qulac idi. Beləcə sahənin 4 tərəfini ölçdü. Müqəddəs olanı müqəddəs olmayandan ayırmaq üçün sahənin ətrafında bir divar var idi. Uzunluğu və eni hər biri 500 qulac idi.